Hörmətli sədr, hörmətli şura üzvləri, hamınızı salamlayıram. Mövzumuz qeyd edildiyi kimi uşaqlığın bədxassəli şişlərində minimal invaziv cərrahiyyənin patostoloji kriteriyalara əsasən tətbiqi və effektivliyinin bir daha öyrənilməsidir. Uşaqlıq cisminin bədxassəli şişləri bildiyimiz kimi qlobal bir onkopatologiyadır. Belə ki, Qlobakan 2022-ci ilin verilərinə baxdıqda görürük ki, qadınlar arasında ən çox rast gəlinmiş 6-cı bədxassəli şişdir. Və hətta son 15 ilə baxdığımızda da görürük ki, rast gəlmə tezliyi illər üzrə artmaq meyli göstərir. Bu cür artmağa səbəb olan risk amilləri arasında da piylənmə, metabolik sindrom və dərman qəbullarını qeyd edirlər. Və uşaqlığın bədxassəli şişlərinin əsas müalicə metodu minimal invaziv cərrahi üsul olsun deyə son illər bir populyarlıq qazandı bu trend. Və minimal invaziv cərrahiyyədə də istifadə edilən spesifik bir cərrahi alət var ki, buna da uşaqlıq manipulyatoru deyirlər. Uşaqlıq manipulyaatorun bu cür prosedurlarda tətbiqi həm əməliyyatın gedişini texnik olaraq rahatlaşdırır, həm də anatomik strukturların tanınmasını nisbətən rahat hala gətirir. Ancaq bu düşüncə bir tərəfli deyil, iki ucu kəskin qılınc kimi baxırlar. Əməliyyat texnikasını yaxşılaşdırır, cərraha rahatlıq verir. Digər tərəfdən isə bunun zərərli bir tərəfləri də, ziddiyyətli olduğu mülahizələr də irəli sürüldü ki, bunlarda makroskopik mexanizmlə deyirlər ki, biz uşaqlığın boşluğuna manipulyaator yerləşdirərkən manipulyaatorun ucu miometrumu perforasiya edə bilər və beləliklə baryer funksiyası zədələndikdə şiş hüceyrələrinin peritoneal boşluğa tökülməsi baş verə bilər. İkincisi, mikroskopik mexanizm o idi ki, uşaqlığın daxilinə biz yad cisim yerləşdirdikdə orada Paskal qanuna görə təzyiq artar və şiş hüceyrələrinin transtubal olaraq peritoneal boşluğa eksfoliasiyası baş verə bilər. Beləliklə, bizim irəli sürdüyümüz hipotez bunun tam tərsi idi ki, biz də əvvəlcə belə hipotez sürdük ki, uşaqlıq cisminin xərçəngində minimal invaziv cərrahi prosedurlarda əgər uşaqlıq manipulyatoru uyğun texnika ilə tətbiq edilərsə, proqnoza neqativ təsir göstərməz. Və onu da qeyd edim ki, bu bizim coğrafiyada aparılan ilk elmi tədqiqatdır bu sahədə və bizim tədqiqat obyektini bir həkim tərəfindən əməliyyat edilmiş 117 endometrium xərçəngi diaqnozu olan xəstə təşkil edirdi. Dəyərləndirmə kriteriyaları burada verilmişdi, amma əsas diqqətinizi çəkmək istəyirəm ki, bizim patostoloji meyarlar və onkoloji nəticələri maraq dairəmizdə idi və bu xəstələrin də bütün kriteriyalarını dəyərləndirməkdə bir məqsədimiz vardı ki, uşaqlıq cisminin xərçəngində minimal invaziv cərrahiyyəni tətbiq edərkən bunun imkanlarını tam öyrənmək və proqnoza təsirinin sübutunu göstərməkdir. Və qarşıya qoyduğumuz məqsədə çatmaq üçün də tədqiqatın bir neçə vəzifəsi vardı. Bu vəzifələrdən birincisi, məlum olduğu kimi, bu xəstələrin ümumi klinik morfoloji xarakteristikasını vermək. İkinci isə bu xəstələri iki qrupa bölmək, manipulyatoru istifadə edilən və manipulyatoru istifadə edilməyən qrup. Üçüncüdə isə o həmin iki qolun bütün patoloji və müalicə nəticələrini müqayisəli qiymətləndirmək. Dördüncüdə isə xəstələrin residiv vermə və uzaq nəticələrini qiymətləndirib statistik təhlil aparmaq idi. Və bizim yeniliyimiz nə idi ki, burada uşaqlıq manipulyatoru endometrioid histoloji tipli xəstələrdə göstərilən patostoloji meyarlara neqativ təsir etmir. Başqa sözlə desək, minimal invaziv cərrahiyyənin endometrium xərçəngində geniş tətbiq edilməsini elmi cəhətdən əsaslandırmış olduq. Bizim elmi yeniliyimiz bu oldu. Xəstələrimizi az öncə dediyim kimi iki qrupa böldük. Uşaqlıq manipulyatoru 95 xəstədə istifadə edildi, 21 xəstədə isə istifadə edilmədi. Və bu xəstələrin hamısında müəyyən kriteriyalar təmin edilmişdir ki, birincisi, xəstələrin hamısında histoloji olaraq diaqnoz təsdiqlənmişdir və bütün xəstələrdə laparoskopik metodlar, total histerektomiya, bilateral pelvik periortal limfodiseksiya aparılmışdır. Həmçinin xəstələrin patostoloji müayinə raportları, eləcə də müşahidə periodu əskiksiz qeydə alınıb raport şəklində saxlanmışdır. Və ən azı da 12 aylıq müşahidəmizdə olan xəstələr idi. Ona görə də tədqiqat müddətini 6 il çəkmişdi.
və bu xəstələrin bütün göstəriciləri, istər müalicə nəticələri, istər patoloji meyarları iki qrup üçün ayrı-ayrılıqda hesablanmışdır. Və biz bu tədqiqat qrupunda homogenliyi təmin etmək üçün bir sıra qatı şərtlər irəli sürmüşdük ki, birincisi bu idi ki, bütün əməliyyatlar bir həkim tərəfindən icra edilmişdir. İkincisi, xəstələrdə transtubal yayılmanın qarşısını almaq üçün əməliyyatın başında uşaqlıq boruları uşaqlığa yaxın hissədən koagulyasiya edilərək o patoloji axın yolu bloklanmışdır. Üçüncü, xəstələrdə laparoskopik nəzarət altında manipulyator yerləşdirildi. Burada da məqsədimiz o idi ki, manipulyatorun ucu miometriumu perforasiya etməsin. Yenə də homogenliyi təmin etmək üçün bütün xəstələrdə atravmatik uclu Hohl tipli uşaqlıq manipulyatorundan istifadə etdik. Və sonda da bütün xəstələrdə serviksdən ən azı 15-20 mm aralıda sağlam cərrahi təmin etmək üçün kolpotomiya aparıldı və onkologiyanın digər sahələrində olduğu kimi uşaqlığın transvaginal ekstraksiyası zamanı materialın fragmentasiya olunmamasına diqqət edildi. Az öncə saydığım profilaktik texnik tələblər bütün xəstələrdə gözlənmişdir. Və birinci vəzifəni qarşıya qoyduğu parametrləri dəyərləndirmək üçün biz xəstələrdə demoqrafik parametrləri dəyərləndirdik. Burada xəstələrin yaş, menopozal status və bədən kütlə indeksi dəyərləndirildi. Bunlar arasında mən sadəcə statistik əhəmiyyətli olanlara vurğulayacağam. Bu mavi olanlar manipulyator istifadə edilən qrupdur, sarı isə manipulyator istifadə edilməyən qrupdur. Burada da diqqətimizi çəkən odur ki, manipulyator istifadə etdiyimiz xəstələrin böyük əksəriyyəti piylənməsi, ikinci, üçüncü dərəcəli piylənməsi olan xəstələrdir. Həmçinin bu xəstələrdə laborator və radioloji müayinələrə də diqqət etdik. Burada da anlamlı olanlarına toxunacaq. CA125-in 35-dən çox olması sonraki tarixlərdə residivi bir öngörən markeridir və manipulyator istifadə edilməyən qrupda daha çox olması da görünür ki, xəstə seçim kriteriyalarında bunlara diqqət edilmişdir. Perioperativ klinik parametrlərdə bizim digər dəyərləndirmə meyarlarından idi. Burada əməliyyat müddəti, hospitalizasiya müddəti və postoperativ ağırlaşmalar hər iki qrup üçün ayrı-ayrılıqda hesablanıldı. Və statistik əhəmiyyətli olanları mən sizə göstərəcəm. Burada diqqət etdiyimizdə görürük ki, manipulyator istifadə edilməyən qrupda əməliyyat müddəti daha çoxdur, 2 saatı keçmişdir. Bu da manipulyatorun əməliyyatın gedişini texnik olaraq asanlaşdırdığı ilə açıqlana bilir. Digər parametrlərdə isə ağırlaşmanın olmaması hər iki qrupda statistik olaraq anlamlı fərqlə üzə çıxmamışdır. Beləliklə bizim birinci vəzifəyə uyğun əldə etdiyimiz nəticə göstərir ki, əməliyyat müddətinin qısa olması uşaqlıq manipulyatorunun istifadəsi ilə korelyasiya göstərmişdi və burada P dəyəri də anlamlı idi. Statistik olaraq əhəmiyyətli idi, 0-dan 1041 olmuşdu. İkinci vəzifə isə tədqiqat qrupundakı xəstələrdə həmin patoloji meyarların və aparılan müalicə üsullarının müqayisəli xarakteristikasıdır. Burada şişin histoloji tipi, grade, şişin ölçüsü və fiqo mərhələsi ayrı-ayrılıqda hesablandı. Və təbii ki, bildiyiniz kimi ən çox rast gəlinən endometrioid histoloji tipi olduğu üçün iki qrup arasında anlamlı fərq yox idi. Və ən çox rast gəlinən ikinci sıxlıqda isə seroz tip şəffaf hüceyrəli histoloji tiplər idi. Karsinosarkomada sarkom komponenti olduğu üçün tədqiqat qrupundan çıxarıldı. Ona görə də bəzi yerdə 117, bəzi yerdə 116 rəqəmini görməyimiz bununla əlaqəlidir. Və xəstə qruplarında histoloji grade də yenə bu təsadüfi bir bulğu kimi bir-birinə bənzər göstəricilər idi. Şişin ölçüsündə də bir fərq yox idi. Mərhələlərin yayılmasına baxdıqda isə hər iki qrupda erkən mərhələdəki xəstələrin daha çoxluq təşkil etdiyini görürük, 80%-dən yuxarı. Bu da ki, bizim praktikada minimal invaziv cərrahiyanı əsasən erkən mərhələdəki xəstələrdə tərcih etməyimiz, üstünlük verməyimizdən əlaqəlidir. Və aparılan müalicə işinin xarakteristikasına gəldikdə isə bütün xəstələrdə
cərrahi şüa və kimyəvi müalicənin aparılmaması qeydə alınmışdır və bu şəkildə aparılan xəstələrin 70%-ə yaxınında hər iki qrupda adjuvant müalicələr aparılmışdır və adjuvant müalicələrdə bəzi xəstələrdə sadəcə radioterapiya, bəzilərində isə kimyəvi terapiya, high risk qrupda, bəzən isə kompleks şəkildə kimyəvi və cərrahi müalicə radioterapiya ilə kombinasiya edilmişdir. Burada müalicə sxemlərinin bir-birindən çox fərqi yox idi və əsasən bizim burada diqqətimizi çəkdi servikal invaziyası. Çünki xəstə seçimində görürük ki, servikal invaziyada aldığımız P dəyəri klinik olaraq əhəmiyyətlidir və servikal invaziyası olmayan bütün endometrioz tipli xəstələrdə minimal invaziv cərrahi ilə aparılan total histerektomiya, bilateral pelvik limfodiseksiya, rasional cərrahi müalicə kimi qiymətləndirilə bilər. Üçüncü vəzifənin məqsədi isə bu xəstə qrupunda patolojik kriteriyaların manipulyatördən asılı olaraq necə dəyişdiyi qiymətləndirildi. Çünki bəzi tədqiqatlarda limfovaskülər invaziyanın manipulyatorun təsiri ilə psevdoinvaziya şəklində artdığı qeyd edilir. Bizim tədqiqatda da bunlar tək-tək dəyərləndirildi və yekun olaraq burada baxdığımızda dərin miometrial invaziya, limfovaskülər invaziya arasında statistik bir fərq yox idi. Yeganə fərq servikal invaziya idi. O da ki, uşaqlıq cisminin alt segmenti və ya serviksə yaxın şişlərdə biz onsuz da laparoskopik metodu istifadə etməməyə çalışırdıq. Hətta manipulyatör istifadəsi də ona görə o qrupda sıfıra yaxın idi. Və sonrasında isə biz bu xəstələrdə statistik əhəmiyyətli parametrə əsasən bu nəticəyə gəlirik ki, xəstələrin limfovaskülər invaziyası və miometrial invaziyası manipulyatordan asılı deyil. Bu da onu göstərir ki, uşaqlıq manipulyatoru proqnozu pisləşdirir ya da patoloji kriteriyaları pisləşdirir fərziyyəsinə biz histoloji sübut kimi bunu göstərə bilirik ki, statistik olaraq arada ciddi bir fərq yoxdur. Dördüncü vəzifəni yerinə yetirmək üçün biz xəstələrin həm resistiv vermə, həm də ümumi yaşama göstəricilərini dəyərləndirdik. Belə ki, manipulyator istifadə edilən xəstələrin 87,4%-də residiv yox idi. Manipulyator tətbiq edilmədən aparılan qrupda isə 86%-də residiv yox idi. Bu xəstələrdə ölüm göstəriciləri də dəyərləndirdikdə manipulyator istifadə edilən xəstələrin 12,6%-də ölüm hadisəsi baş vermişdi. Manipulyator olmadıqda isə 14,3%-də ölüm hadisəsi qeydə alınmışdı. Beləliklə, tədqiqat nəticələrinə əsasən son olaraq baxdığımızda görürük ki, uşaqlıq manipulyatorun tətbiqi residiv vermə riskini artırmır. Həmçinin buna bənzər olaraq tədqiqat nəticəsində vəfat edən xəstə faizi də göstərir ki, ortadakı anlamlı fərq yox idi. Beləliklə, nəticə onu göstərir ki, perioperativ klinik parametrlərdə əməliyyat müddətini uzatması manipulyatorun bir üstün cəhəti və bu Scopus indeksli bir jurnalda dərc edilmişdir. Həmçinin digər bir Scopus indeksli jurnalda da bu birinci nəticəni biz dərc etdirə bildik. İkinci nəticəmiz isə servikal invaziya və ya uşaqlıq cisminin aşağı segmenti zədələnməyən xəstələrdə minimal invaziv cərrahi yolla aparılan histerektomiya və bilateral pelvik limfodiseksiya rasional cərrahi yanaşmadır. Bunu da yenə bir Scopus və 2 Web of Science indeksli jurnalda dərc eləmiş olduq. Üçüncü nəticəmizdə qeyd etdiyim limfovaskülər invaziya, miometrial invaziya parametrlərinin manipulyatordan asılı olmadığı və bunu birbaşa histoloji olaraq isbat etdiyimiz bir nəticə idi. Bu da servikal invaziyanın proqnoza təsirini dəyərləndirmək üçün gördüyünüz kimi burada ikinci mərhələ artıq onların nəticəsi yenə də Web of Science indeksli başqa bir jurnalda dərc edilmişdir. Sonra isə xəstələrin patoloji müayinə kriteriyalarının əməliyyatın yönləndirilməsindəki rolunda yenə başqa bir jurnalda dərc etdirə bilmişdik. Dördüncü nəticə xəstələrin residiv vermə göstəricisi idi. Bu da yenə aktual ginekologiya və obstetriya jurnalında dərc edilmişdir.
və bizim limfatik metastazlar olan, residivləri olan xəstələrin nəticələrini isə Ulakbin Tubitak indeksli bir jurnalda dərc etdirə bilmişdir. Beləliklə, sonda bu bütün xəstələrin cərrahi və onkoloji nəticələrini göstərən bir məqalədə yenə Web of Science indeksli jurnalda dərc edilmişdir. Bu da xəstələrin digər markerləridir və bizim praktik tövsiyəyə gəlincə əsas əldə etdiyimiz odur ki, xəstələrdə biz başlanğıcda servikal invaziya varmı, yoxmu? Bu radioloji olaraq da uşaqlığın aşağı segmentinin zədələnməsi və ya müayinədə şübhəmiz varsa, əgər elə bir şübhəmiz varsa, birbaşa xəstəyə klassik laparotomiya tövsiyə edirik. Yox, əgər servikal invaziya yoxdursa, onda histoloji tipə baxırıq. Histoloji tip endometrioid tipi olduqda rahatlıqla uşaqlıq manipulyatoru tətbiqi ilə laparoskopiya yoluna davam edirik. Yox, əgər histoloji tip qeyri-endometrioid tip gəlibdirsə, onda yenə biz klassik laparotomiya üstünlük veririk. Sanki bu klinisist üçün bir algoritma və ya bələdçi rolunu oynaya bilər. İkinci məsələ isə burada bizim çıxardığımız bir tövsiyə də odur ki, sentinel limfodiseksiya minimal invaziv cərrahiyyə zamanı öncəlik verilməlidir. Çünki klassik pelvik və periaortal limfodiseksiyanın potensial ağırlaşmaları var. Bu fəsadlardan uzaq durmağın əsas yolu da elə sentinel limfodiseksiya əsasında qərarın verilməsidir. 4-cü və 5-ci bənddə qeyd etdiyim praktik tövsiyə isə bizim konkret risk azaldılması üçün tövsiyə etdiyimiz spesifik texniki şərtlər idi. Beləliklə, bu dissertasiya işində onkoloji təhlükəsizliyi və manipulyatorun klinik cərrahi faydasının vəhdəti göstərildi. Praktikada tətbiq oluna bilən konkret qaydalar göstərildi. Az öncə bələdçi sxemində göstərmişdim. Risk azaldıcı konkret strategiyalar, bu da spesifik texnik şərtlərə əməl edilməklə iatrogen risklər azaldıla bilər və ən əsası da ki, minimal invaziv cərrahiyyənin rasional bir yanaşma olduğu elmi olaraq əsaslandırılmışdır. Gələcəkdə isə bu xəstə sayını artıraraq daha da randomizə tədqiqatlarla belə tədqiqatların aparılması kliniklər üçün kimə, necə və nə vaxtı manipulyatorun tətbiqi ilə minimal invaziv cərrahiyyənin aparılması daha da işıqlanmış olar. Yekunda isə girişdə qeyd etdik ki, manipulyator haqqında mövcud mübahisə, məqsədimiz isə onun təhlükəsizliyi və klinik faydasını isbat etməyidir. Patoloji meyarlara baxdıqda gördük ki, limfovaskülər sahənin invaziyası və miometriyal invaziyada fərq yoxdur. Residiv və yaşama göstəriciləri arasında statistik əhəmiyyətli bir fərq yoxdur. Təhlükəsizliyin açarı isə bu xəstələrdə servikal invaziya mütləq baxmalıyıq. Bədən kütlə indeksi böyükdürsə manipulyator düşünməliyik. Texniki üstünlüyü də qoruyub saxlamaq üçün risk azaldıcı strategiyalarla iatrogen riskləri minimumda tutmalıyıq. Beləliklə, bu postulatlara əməl etdiyimizdə əməliyyat müddətinin qısa olması, görüntü və cərrahi texnikanın daha optimal olması, həmçində rahat seçim algoritmini müəyyən etmiş ola bilərik. Xülasədə isə demək istəyirəm ki, düzgün seçilmiş xəstələrdə minimal invaziv cərrahiyyənin tətbiqi təhlükəsizdir, güvənlidir. Diqqətiniz üçün hamınıza çox təşəkkür edirəm.